8 avqustda qəbul olunan sənəd deyil. 9 noyabrda 10 noyabr 2020-ci il tarixli 3 tərəfli bəyanat qəbul edilən isə gerçək sənəddir. Moderator.az məlumat verir ki, News.am-ın yaydığı xəbərə görə bu fikri bugün Qarabağda ləğv olunmuş keçmiş separatçı terrorçu rejimin Qondarma Təhlükəsizlik Şurasının katibi 2023-cü ilin 19-20 sentyabr Azərbaycan ordusunun lokal əməliyyatından sonra dövlət sərhədimizi müəmmalı şəkildə keçərək İrəvana qaça bilmiş general-mayor Xocalı caynisi Vitali Balasanyan jurnalistlərlə söhbətində qeyd edib. Artsaxın qaytarılması məsələsi Paşinyan üçün bağlıdır, amma bizim üçün bağlanmayıb. 9 noyabrdan etibarən hələ də qüvvədə olan bir sənəd var, deyə Balasanyan qeyd edib. Erməni kilsəsinə qarşı kampaniya və kilsənin Qarabağdakı yeparxiyasının primatının davranışı ilə bağlı şərh verən Balasanyan əlavə edib. Mənim mühakimə etmək istəyim yoxdur. Artsaq xalqı öz fikirlərini bildirib. Allah hər bir möminin hakimidir. Bunu pozan hər kəsi Allah cəzalandıracaq. Mühakimə etmək mənim işim deyil. Qeyd olunur ki, Vitali Balasanyan bugün Eçməyəcindəki kilsədə keçirilən liturgiyada iştirak edib. Qeyd edək ki, Vitali Balasanyan bundan əvvəl noyabrdakı açıqlamasında noyabrın 9-da imzalanmış sənədi heç kim ləğv etməyib. Noyabrın 9-da imzalanmış sənəd qüvvədədir. Ümid edirəm ki, bu sənəd həyata keçiriləcək, deyə bildirmişdi. Yanvarın 18-də isə o, 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın tərəfləri olan Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinə ünvanlanmış məktubunu dərc etmişdi.